Müstəqillik günü Azərbaycanda hər il 28 may tarixində qeyd olunur. Bu gün 1918-ci ildə Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti şərqdə ilk demokratik və parlamentli respublika hesab olunurdu. Bu dövlət qadınlara seçki hüququ verməklə milli ordu və dövlət atributlarının yaradılması ilə tarixdə mühüm yer tutmuşdur. Müstəqillik günü ölkənin azadlığını, milli bayramını və dövlətçiliyini simvolizə edir. Bu gün münasibəti ilə müxtəlif konsertlər, rəsmi mərasimlər keçirilir. Bu gün münasibəti ilə mən bütün Azərbaycan xalqını təbrik edirəm. Hər kəsə can sağlığı, gözəl həyat, xoşbəxtlik arzu edirəm. Cinayət və Həqiqət TV, mən İlxan Daşdiyev. 28 Mayıs İstiklal qurbanlarının əziz ruhları huzurunda hürmətlə əgilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin beyti ilə dilə getirirəm. Sən bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan.